Bismillahirrahmanirrahim. Salamu aleykum və rəhmətullahi və barakatuh. Əziz və dəyərli müsəlmanlar, bəzi qruplar, firqələr vardır ki, Şiə məzhəbini, Şiə inancını, etiqadını gözdən salmaq istəyirlər. Və bunlara kömək eləyənlər də İslam düşmənləridir, kafirlərdir. Hər sahədə bunlara kömək eləyirlər. Bəzən bəzi ifratçı insanlar, yəni hər tayfada, hər qövmdə, hər firqədə, məzhəbdə, hər dində, şəriətdə bu ifratçı insanlardan vardır. Yəni təkcə bir firqəyə, bir qövmə, bir qrupa, məzhəbə aid deyil. Hər bir məzhəbdə, şəriətdə vardır bu. Yəni bəzi insanlar tapılır ki, ifratçılıq edirlər. Şiə məzhəbində də görürsünüz ki, bəzi insanlar ki, özlərini şiəlicə nisbət verirlər. Bəzən görürsən elə şiə məzhəbindədir, amma cahildir, amma bilmir, nadandır. Bunlar gəlib bəzi işlər görürlər, bəzi ifratçılıqlar eləyirlər və bu vahabilər də, bu təkvirçi sələfilər də tez bunu götürüb özlərinə bir dəstək qərar verib və bunu sosial şəbəkələrdə paylaşırlar, öz dərslərində danışırlar, öz qruplarında bu sözləri danışır və yaymağa çalışırlar. Şiə məzhəbində görürsən ki, bəzi insanlar gəlib əzadarlıqlarda, bəzən közün üstündə yeriyirlər, tonqalın üstündə yeriyirlər, nə bilim, bəzi belə işlər görürlər. Və yaxud məsələn, ələm götürüblər əllərinə, ələm güya ki, ələm bunları aparır o tərəfə, gətirir bu tərəfə. Yəni, ələm belə bir iş görür. Baxın, əzizlər, belə bir ifratçılıqlar Şiə məzhəbində, etiqadında, inancında, kitablarında yoxdur. Nə imamlarımız bu işə əmr eləyibdi, nə alimlərimiz bu işə əmr eləyibdi, nə kitablarımız. Bəzi ifratçı insanlar tapılır ki, hər məzhəbdə olan kimi. Bəzi ifratçılar tapılır ki, Şiə məzhəbində də bu işlər görürlər. Mənim xahişim budur ki, Şiə qardaşlarımızdan əvvəla belə bir insanları çəkindirsinlər bu işlərdə. Və ikincisi də budur ki, öz məzhəbimizə, öz dinimizə uyğun əzadarlıqlar etsinlər. İmam Sadiq əleyhissalam, İmam Baqir əleyhissalamdan hədislər varımızdır, rəvayətlər varımızdır ki, əzadarlıqların, metodların göstərir. Necə əzadarlıq etmək lazımdır, onu göstərirlər. Yəni, belə bir şeylər lazım deyil ki, bəzi qardaşlar bu işləri görürlər və məzhəbimizdə pis göstərirlər. Və bu cür, məsələn, təkfirçi bu vahabilər, sələflər və İslam düşmənləri də belə bir şeyləri özlərinə dəstək qərar verib və bizim əleyhimizə istifadə edirlər. Görürsünüz ki, əzadarlıqlarda, İmam Hüseyn əleyhissalamın əzadarlığında görürsünüz şir gətiriblər ortalığa. Bir nəfərə şir paltarı geyindirib gətiriblər ortalığa. Bu da xurafatdır. Belə bir şey yoxdur. İmam Hüseyn əleyhissalamın o cərəyanatda, o müsibətlərdə şir adında bir şey yoxdur. Şir cərəyanı yoxdur orada. Bunu da xurafat ünvanında gətiriblər, daxil eləyiblər bizim məzhəbimizə. Belə bir şeylər də yoxdur. Bəziləri gedir Beynül-Hərəmeynə, İmam Hüseyn əleyhissalamın ziyarətinə gedəndə, gedib orada yerlə sürünürlər. Məşhur bir şəkil də vardı, çox vahabilər bunu istifadə edirlər. Görürsən ki, bir nəfərin boynuna zəncir bağlayıblar və o birisi də onun o zəncirdən yapışıbdır, tutubdur. Güya ki, İmam Hüseyn əleyhissalamın itidirlər. Bəziləri deyirlər ki, İmam Hüseyn, mən sənin itinəm, nə bilim, Həzrəti Əbəlfəzl, mən sənin itinəm. Əziz müsəlmanlar, əziz qardaşlar, Şiə qardaşlar, o kəslər ki, bu işləri görürsünüz. Belə bir şeylər yoxdur əvvəla məzhəbimizdə, dinimizdə. İkincisi də İmam Hüseyn əleyhissalamın itə ehtiyacı yoxdur. Həzrət Əbəlfəzl Əbbasın itə ehtiyacı yoxdur. İmam Hüseyn əleyhissalam qiyam etdi Bəni Üməyyə təfəkküratının qarşısında. Bəni Üməyyənin təfəkküratını aradan aparmaq üçün qiyam etdi İmam Hüseyn əleyhissalam. Baxın, bu it məsələsi, it oynatmaq, nə bilim, meymun oynatmaq Yezidin işlərindən idi. Yezid lənətullah əleyhin işlərindən idi ki, Peyğəmbərin mənbərinə meymunla çıxırdı, meymunla oynayırdı. Hər işlər görürdü İslam dinindən başqa, İslam qanunlarından, qaydalarından başqa hər bir iş görürdü. İmam Hüseyn əleyhissalam bu təfəkküratın qarşısında dayandı. İmam Hüseyn əleyhissalamın qiyam etməsi insanın izzətinə görə idi, nəinki zillətinə görə. İmam Hüseyn əleyhissalam bizim üçün qiyam etdi, buna görə ki, biz Allahın yolunda, düzgün yolda qərar tapaq, hidayət ola. İmam Hüseyn əleyhissalam itə ehtiyacı yoxdur. İmam Hüseyn əleyhissalam istəyir ki, biz izzət-i nəfslə saadətə çataq, həqiqi saadətə çatmağımızı istəyir və zülmün qarşısında, düşmənin qarşısında, İslam düşmənlərinin qarşısında dayanmağımızı istəyir. Nəinki gedib Beynül-Hərəmeyndə və yaxud əzadarlıqlarda bəzi ifratçılıqlar eləyələr və bunu da götürüb düşmənlərimiz, Şiənin düşməni, İslam düşmənləri götürüb sui-istifadə eləyib bizim əleyhimizə bu işləri aparalar qabağa. Ona görə də əzizlər, bu vahabilərin bu işləri həqiqətən də nalayiq bir işdir. Əlbəttə bunlardan intizarımız da belə bir şeylər vardı. Yəni biz demirik ki, vahabilər niyə belə etdi? Bunların işləri budur. Görürlər ki, elmi cəhətdən
sübutlar cəhətdən, mədrək cəhətdən, sənəd cəhətdən isbat etmək, yəni həqiqi məzhəb hansı məzhəbdir, doğru düzgün yolda olan məzhəb hansı məzhəbdir? Bunu özlərini bu zəminədə, bu sahədə sübut eləyə bilmirlər. Ona görə də belə bir şeylərə əl atırlar. Yəni gələndə elmi cəhətə biz Həzrət Əmir əl-Mömin Əli əleyhissalamın imamətini gəlib sübut eləyəndə görürlər ki, aciz qalmışıq. Ona görə də görürsüz Vəhabilər bu ağacdan o ağaca, o ağacdan da o ağaca atılırlar. Yəni bunların mübahisələrində, münazirələrində görürsüz. Məsələn, xilafət, imamət məsələsindən danışanda birdən görürsən deyir ki, bəs siz niyə möhürlə namaz qılırsınız? Yəni bunlar heç münazirədə, mübahisədə elmi cəhətdən bunların çıxarı yoxdur. Bizim qabağımızda bunlar heç bir iş görə bilmirlər. Yəni biz Həzrət Əmir əl-Mömin Əli əleyhissalamın haqqını sübut edirik və bu Vəhabilər aciz qaldıqda gəlib belə bir ifratçılıqlar ki, bəzi şiələrdən olur. Bəzi insanlar ki, özlərini nisbət verirlər şiəlicə və bu işləri görürlər, gəlib onları yapışırlar və deyirlər ki, bunlar şiəlinin əqidəsidir. Şiənin inancı, etiqadı budur. Məyər bu ifratçılıq dediyim kimi təkcə şiədə vardır. Şiənin bəzi insanlar, bəzi adamlar bu iş görür. Yəni bəzi adamlar ki, bu işləri görür, biz məgər deyə bilərik ki, şiənin inancı budur, etiqadı budur, hamısı belədir. Xeyr. Eynən belə də sünniçilik də vardır. Baxın əzizlər, vəhabicilik, sələficilik özlərini sünniçilicə nisbət verirlər. Deyirlər ki, biz sünniyik. Amma həqiqətən də biz şiələr gəlib bunu təsdiq edək, deyək ki, doğrudan da belədir. Xeyr, qardaşlar. Biz buna inanmırıq ki, bu Vəhabilər, bu təkfirçi sələflər sünni olalar. Nə də ki, sünni qardaşlarımız bunlara sünni deyirlər. Bunlar özlərini nisbət verirlər sünniçilicə və sünniçilik altında öz pis əməllərini icra edirlər. Baxın, hal-hazırda bunların nə cinayətlər ki, törədirlər müasir zamanda və həmçinin keçmiş zamanlarda da bunların hamısına şahidsiniz. Tarixi Nəcd kitabında yazır ki, Vəhabilər o zaman ki, peyda oldu Hicaz bölgələrində, orada Nəcd bölgəsindən başladılar bunlar cinayətlər törətməyə. Gedib çıxdılar Kərbəlaya, Kərbəlada 2000 insandan çox bunlar şiəni öldürdü, müsəlman qanın tökdülər orada. Və nə qədər orada hədiyyələr olmuşdu İmam Hüseyn əleyhissalamın hərəminə, onların hamısını soyub apardılar. Bunlar bu cür insanlardılar. Bunlar Məkkədə, Mədinədə nə qədər cinayətlər törətdilər. Nəcd bölgələrində nə qədər cinayətlər törətdilər. Tarixi Nəcddə yazıbdı, başqa tarixlərdə yazıbdı. Gedin, baxın, oxuyun. Müasir zamana gəlib çıxdıqda 20 il, 15 il bundan əvvələ qaydın, görün bunlar İraqda, Suriyada nə oyunlardan çıxdılar. Hal-hazırda da eynən o cürdür. Əfqanistanda görün nə etdilər, Pakistanda görün nə etdilər. Yəni o zamandan ki, bunlar peyda olundu, İslam dünyasına bir dənə qara bir ləhkə oldular. Amma təəssüflər ki, çoxları cahildilər, çoxları bilmirlər, özlərini nadançılığa vururlar. Əzizlər, neçə dəfə demişik, öz cavanlarınızı, öz ailənizi qoruyun bu cür etiqadatdan, qoruyun bu cür əqidələrdən. Sözümün ardı buradaydı ki, necə ki Vəhabilər özlərini, təkfirçi sələflər, Vəhabilər özlərini nisbət verirlər sünniçilicə və deyirlər biz sünnilərik. Və halbuki belə deyil və biz də gərək buna inanmayaq ki, bəli, Vəhabilər özlərini sünnilicə nisbət verirlər, bəs biz onlara sünni deyək. Və çün sünnidirlər, o cinayətləri də törədiblər, bəs deyək ki, bəli, sünnilərin hamısı belədir. Bu yanlışdır. Biz belə etiqadda da deyilik. Və həmçinin sünnilicin özündən də bəzi firqələr ayrılıbdır, sufilik ayrılıbdır, nə bilim qadirilər, nəqşbəndilər, nə bilim cilanilər. Bunların da içində bəzi xurafatlar vardı. Vallah, baxanda bunlara adam təəccüb edir. Yəni, bunları görən insanlar gəlib Şiə məzhəbinə, gəlib belə bəzi ifratçı insanları gətirib deyirlər ki, bunlar hamısı Şiənin etiqadıdır. Əgər biz bu cür getsək qabağa, o zaman sünnitilici də deyərik, sünnilərin hamısına biz gərək o cür nisbətlər verək. Yəni, gedin baxın, görün qadirilərdə nə qədər xurafatlar vardı. Nəqşbəndilərdə nə qədər xurafat vardı. Cilani məzhəbində görün nə qədər xurafatlar vardı. Yəni, biz əgər sizin metodla getsəz qabağa, bəzi sünnilərin metodu ilə qabağa getsək və həmçinin bu Vəhabilərin metodu ilə getsək qabağa, o zaman biz də deyə bilərik ki, sünnilərin hamısı belədir. Biz də deyə bilərik onu. Lakin biz həqiqəti danışırıq burada. Lakin həqiqəti biz burada göstərməyə çalışırıq və istəyirik ki, biləsiz, şiələrdə bəzi ifratçı insanlar vardı, belə bir əqidələr şiə məzhəbində yoxdur. Dediyim kimi, heç bir imamımız, alimimiz, kitablarımız belə bir şeyləri gətirməyibdir. Amma sünniçilikdə belə bir şeyi tapa bilərik, vəhabiçilikdə belə bir şeyləri taparıq. Amma biz bu işləri görmürük. Bilirik ki, sünnilərin içində İfratçılar da vardı, düz insanlar da vardı, yaxşı insanlar da vardı, qardaşlar vardı, qardaşlarımız vardı, cahil insanlar bəziləridir. Hamısı cahil deyil, biz bunu bilirik. Ona görə də əzizlər,
Bunlar hamısı yalandır ki, belə bir şeylərin nisbət verirlər Şiə məzhəbinə və deyirlər ki, bu Şiənin inancı, etiqadıdır. Sosial şəbəkələrin, proqramların birində görmüşdüm ki, Vəhabilər belə bir şeylərdən istifadə eləyibdi. Məsələn, əzadarlıqlarda belə işlər görürlər, nə bilim, bu cür oyunlar çıxardırlar Şiələr. Bunları görmüşdüm. Həqiqətən də narahat oldum ki, niyə bunlar aciz qalanda bu cür işlərə əl atırlar? Niyə bunlar ki, bu Vəhabilər ki, aciz qalır, bu cür əskic bir işlərə əl atırlar?